Salam əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Bu dəfəki maraqlı mövzumuz tənqidə həsr olunub. Bu mövzunu sənətçi Kamran Yunuslə müzakirə edəcəyik. Hər vaxtınız xeyir olsun Kamran müəllim. Hər vaxtımız xeyir olsun. Xoş gəlmisiniz studiyamıza. Xoş günümüzə gələk. Necəsiniz, əhvalınız necədir? Nəfəs alırıq, üzümüzdə təbəssüm var, dodağımızda təbəssüm var, ürəyimizdə sevgi, sevimiz varsa deməli yaxşıyıq. Yaxşı. Onda yaxşı mövzulardan biri də və bizi yaxşıya doğru yönəldəcək mövzulardan birini seçmişəm. Tənqid haqqında danışacağıq sizinlə. İcazə verirsinizsə suallarıma keçidəlim. Yoxsa əvvəldə qeyd etmək istədiyiniz hansı bir müddəalar var? Yox, suallarınızı eşitmək istəyəcəm. İlk öncə təşəkkür edirəm. Dəyər verib dəvət elədiyinizə görə minnətdaram. Siz sağ olun ki, dəvəti qəbul eləmisiniz. Əgər dəvət eləmisinizsə, deməli dəyərli sayıb dəvət eləmisiniz. Dəyər verdiyinizə görə də dəyərinizin qarşısında dəyər verib gəlməyim mütləq idi. Buna görə minnətdaram, təşəkkür edirəm. Bundan sonrasında suallar nə olsa böyük məmnuniyyətlə. Tənqid nə zaman inkişaf etdirici və nə zaman dağıdıcı olur? Tənqid ümumiyyətlə çox qəribədir ki, müasir günümüzdə ən çox rastlanan, ən çox istifadə olunan bir şeydir. Tənqid o vaxt həqiqi tənqid olur ki, sevgidən doğur. Yəni tənqid iki cür olur. Bir sevgidən gələn tənqid, bir də var ki, kibirdən, nifrətdən, gözü götürməməzlikdən, paxıllıqdan gələn tənqid. İnsan gərək ilk öncə sevməyi bacarsın. İnsan insanı sevəndə, insan ətrafında olan hər şeyi sevəndə təbii ki, orada tənqid olacaq. Mütləqdir. Yəni, başqa cür mümkündür. Çünki heç birimiz Allah deyilük, Peyğəmbər deyilük. Allahın bir zərrəsiyik, quluyuq. Əgər insan nəfəs alırsa, yaşayırsa, var olursa, orada tənqid olunacaq çox şeylər olacaq. Mütləqdir. O sevgidən doğan tənqid irəliyə doğru addımlamağa, daha böyük üfüqlərə çatmağa, daha böyük üfüqləri kəşf eləməyə insanı aparır. Bir də var nifrətdən, qəlbi qaralıqdan gələn tənqid. O tənqidlər heç qulaq asmağına dəymir. Çünki ətrafımıza baxsa hamını tənqid edir. Və yaxud da yaşadığımız gerçəklikdə qəribə bir sünilik, qəribə bir riyakarlıq, qəribə bir səmimiyyətsizlik hökm sürür. Gözə görünməz dərəcədə bir qoxu kimi, nəfəs kimi, hal kimi, ovqat kimi sürür. Orada hamı bir-birini niyəsə görə güya sevir, hamı bir-birinə sayğı göstərir. Amma biraz silkəliyib dibinə baxanda görürsən ki, əslində qəribə bir paxıllıq, qəribə bir nələrsə var. O yerdə tənqid olsa nə olacaq, olmasa nə olacaq. İnsanlar böyüməyi bacarmalıdır. İnsan böyük olanda tənqid normal şeydir. Mən məsələn, indi belə deyim də 50 yaşım var. 32, 31, 32 yaşımda hamı mənə ustad deyirdi. Ustad bu belə, ustad bu belə, ustad bu belə. Çox qəribə, çox gənc yaşımda mənə ustad deyirdilər. O ustad sözü məni belə el dilincə xozu gəzməyə yox. O söz məni vadar eləyirdi ki, insanlara daha çox ustadvari sayğı göstərim, yol göstərim. Yol göstərim biraz bəlkə yaxşı çıxmır. O üfüqü göstərim, o mayakı, o işığı göstərim ki, bax, yol buradadır. Bura getsən daha maraqlı olar, daha keyfiyyətli olar, daha sərfəli olar. Siz danışdıqca məndə suallar yarandı, amma bu sual strukturunu pozmaq istəmirəm deyə gedişatda həmin sualları soruşacağam. Gəlin sıralama ilə davam edək. Tənqid etmək asandır, yoxsa tənqidi qəbul eləmək? Vallahi, yəni, tənqid heç kim qəbul eləmir. Hələ asan olmağı barəsində soruşuram. Sual çıxır. Tənqidi qəbul eləmək olmursa, bəs onda tənqidi niyə eləyirik və bunun bizə nə xeyri var?
Yalan nə deyim? Mən heç kimlə danışmıyorum, özümlə danışım. Mənə kimsə tənqid edəndə mən zırlayıram. Amma bunu heç kimə göstərmirəm. Bu mənim içimdə sirr olaraq qalır. Sonra tənqid eşidəndən sonra lap bunu ədnam, sıradan bir insan da deyəndə avtomatik bir sən kimsən ki, məndə qüsur axtarırsan? Sən kimsən ki, mənə bunu deyirsən? Bu gəlir, mən bunu saxlayıram, mən bunu içimdə gizlədirəm, sonra axşam otururam. Allahla özüm ikimiz tək qalanda oturub fikirləşirəm. Və uzun uzadı fikirləşməklərdən sonra, çünki mənim içimdə bax belə bir söz var ki, əgər bir adam səni tənqid edirsə, orada zərrə qədər də olsa bir həqiqət var. Ola bilməz ki, olmasın. O zərrə qədər olan həqiqəti tapacaqsan, o tənqiddən nəticə çıxaracaqsan və əgər o yoxdursa da ora bir məlhəm qoyacaqsan, orada əgər bir çirk varsa, onu sıxıb çıxardacaqsan, oranı elə eləyəcəksən ki, onun tənqid kimi gördüyün nə idisə, onun ətri də gəlməsin, nəinki gözə görünməsin. Belə olanda tənqidin insana xeyri var. Amma tənqid heç kim sevmir. Kimsə desə, mənim qüsurlarımı mənim üzümə deyir, yalan deyir. Yalan deyir. İnanın ki, adam olub mənə ki, bundan bir illər öncə idi, məşhur bir dənə aktrisa vardı. Mən də onda biraz da cavan idim, biraz sadəlöf idim. Tamaşa oynadılar. Tamaşadan çıxanda rastıma bu xanım çıxdı. Məndən də xeyli yaşlıydı. Qayıtdı. Ay Kamran, necəsən, nətərsən? Baxdım tamaşaya, mən baxdım. Nətər idi? Dedim ki, mənə qüsurlarımı deyirəm. Yəni, üstünlüklə mənə qüsurlarımı. Mən də qayıtdım, bax, filan şey vardı, mənə xoş gəlmədi. 3 dənə, 4 dənə qüsurlarını dedim. O gün, bugün bir 6 ay həmin xanım məndən danışmadı. Danışmadı. Mən çaşdım, qaldım ki, mən nə dedim sənə? Dedim qüsurlarımı deyim, mən də sənə qüsurlarını dedim. Üstündən bir 6 ay, 7 aydan sonra rastıma həmin tamaşa çıxdı. Heç tamaşaya baxmadım da. Tamaşa qutarını istəmirəm, amma kimlənsə küsürü qalın filan. Tamaşa qutarını sonra gəldim, belə düşdüm, pərdənin arasına keçdim. Həmin bu sənətçini gördüm. Məndən yan keçmək istəyirdim ki, filan kəs, filan, qayıt ki, bəli, qayıtdım. Siz bugün necə gözəl oynadınız. Siz bugün necə füsunkar idiniz. Siz necə... O bir məqam vardı, gəldiniz, böyle... Heç nə demədim ha. Qayıt, nə danışdın, valla. Heç nə deməmişəm. Elə bir məqam var idi orada. Demədiyim şeyə vallah deyirəm də. Başqa bir şey demirəm ki. Ay Allah, necə xoşbəxt oldu əmin adam. Sabahsı gün məni görəndə, oy Kamran, canım, ürəyim, salam. Əcaba hansı daha sərfəlidir? Ona görə tənqid gözəl şeydir. Amma tənqidi də uşaq olanda analarımız bizə dərmanı necə verirdilər? Ya konfetin içinə, ya mürəbbənin içinə, ya nəyinsə bir şeyin içinə qoyub biz onu... Ya da əvvəlində bal, sonrasında bal. Baxır necə. Amma ən önəmlisi odur ki, sevdiyin insana tənqid elə də deməlisən ki, ondan zövq alsın. Onu deməyi bacarmaq da önəmlidir. O 6 ay müddətindən sonra təxminən neçə yaşınız olardı bu tənqidi eləyib, bu reaksiyanı gördüyüdən sonra? Dedim də 15 il, 35, 36, 37. Ondan sonra tənqid eləməyi tərgizdiniz sizdən mənim qüsurlarımı üzümə deyən şəxslərə qarşı? Mən tənqid eləməyi saxladım. Həyat mənim üçün bir nöqtədən sonra dəyişdi. Doğrudan dəyişdi. Bundan düz 5 il qabaq idi. 2020-ci ildə mən bir həftənin içində 2 valideynimi birdən-birə itirdim. Allah rəhmət olsun. Ölənlərimizə rəhmət. Noyabrın 25-26-sı anam dünyasını dəyişdi. Dekabrın 2-si gecə atam dünyasını dəyişdi. İnanılmaz bir zərbə idi. Hətta bir
tanış sənət tanışı deyim də belə, sənət dostum deyirlər, mən tanış deyim. Çünki sonra həmin insanlardan zərbə gördüm. Dedilər ki, bəs Kamran Yunis batır, onu biz oradan xilas eləməliyik. Dedim ki, sonra bir başqa zəngi ki, biz səni xilas edirdim, yox, lazım deyil. Mən indi yeni Kamranı doğacam, dünyaya gətirəcəm və mən yeni Kamran olmağa çalışacağam. 25 il bundan qabaq mənim deməli 45 yaşım vardı. 45 yaşından sonra mən dünyaya tamam fərqli baxmağa başladım. Baxmağa başlamadım. Təbiətim çevrildi birdən-birə. 50 yaşımdan sonra məndə qəribə bir şeylər başladı. Mən dünyaya başqa cürə baxmağa başladım. Mən gördüm ki, əslinə qalanda tənqidə ehtiyac yoxdur. Nəyə görə? Nə mənası var? Gözəl. Əgər bir şey ki, mən deyib sən onu düzəltməyəcəksən və yaxud düzəldə bilməyəcəksən, hərçənd ki, birinci variant daha önəmlidir. Düzəltməyəcəksən. İnsan ki, bir şeyə uydu əzəldən, ölüncə başında bir adət qalır. İnsan heç vaxt tərbiyə ilə, tənqidlə düzəlmir. İnsan nədirsə, odur. İnsanın bəlkə də, mən kamil insandan danışmıram, amma kamil insan düzəlir. Kamil insan zaten kamil olduğuna görə zaten düzdür. Adi sıradan insansa, bu belə deyə, bu bardaqla, bu çaşka ilə eyni şeydir. Ay çaşka, stəkan ol, stəkan ol, stəkan ol, stəkan olacaq, yox, olmayacaq. İnsan düzəlmir. İnsan heç vaxt düzəlmir. Bir dəfə bunu dedim, anam qayıtdı, dedi ki, vicdansız, bəs mən bu günə kimi verdiyim tərbiyə, dedim, o sənin verdiyin tərbiyə sənin özün üçün təskinli idi ki, mən övladıma tərbiyə verdim. Tərbiyəli olacaqsa nə gözəl, olmayacaqsa nə pis. Amma mənim canımda, zatımda, kökümdə yox, insanın canı önəmli, insanın matritsası önəmli. İnsanın canında o tərbiyə, qanaca, mərifət varsa, o var. Yoxdursa, o bir belə qəribə bir misal var, deyir, filanın başı xonçada durmur. Bir tərbiyəsiz adamı 100 dəfə deməklə tərbiyəli olacaqmı? Gedək bir əxlaqsız insanların içərisində, dur orada əxlaqdan danışaq. Bizə necə baxacaqlar? Xəstədir bu, nə danışır bu? O, onlar üçün qəbul olunmaz bir şeydir. Yəni, bundan gedir söhbət. Mövzu dərinləşdikcə mənim suallarım şaxələnir, amma qarşımdakı suallar buna icazə vermir. Mən sizə deyim ki, mən getdiyim verilişlərdə həmişə o siyahıda olan birinci sualı verirlər. Sonra o suallar hamısı pərəm-pərəm. Amma mən sadiq qalmağa çalışacağım. Çünki bu mən hazırladığım verilişin bir strukturu var. Bu qonaqlara görə dəyişmir. Buyurun. Tənqid və qınaq arasındakı fərqlər var. Yəni, incədən incə bir şey. Necə? Mən düşünürdüm, əməlli başlı fərq var. Buyurun, incəsini dinləyək. Bir var, mən sizi tənqid edirəm. Deyirəm ki, sən bunu düz eləmirsən, bu belədir, bu belədir, bu belədir, bu belədir. Qınaq? Qınaqsa deyirsən ki, bunu eləməsən daha yaxşı olar. Qınağın içində bir məsləhət də var. Qınağın içində əslində... Onda qınaq anlamları haqqında fərqli-fərqli düşünürük. Qınamaq haqqında fərqli-fərqli düşünürük. Qınayıram səni. Qınayıram, tənqid eləmirəm. Qınayıram. Eləməsən daha yaxşı olardı. Bunu belə elə daha gözəl olar. Biz qınaq anlayışı haqqında fərqli düşünürmüşük. Ola Çünki bilər. qınamaq haqqında mən düşünürdüm ki, həmin insanın bu işi gördüyünü qınayır. Yəni, bu insanın pis yolda olduğunu düşünür. Qınayıram. Yəni, Qınayıram ki, sən düzgün yolda dursan, sən bunu beləmi, belə eləsən daha yaxşı o olar. ikinci mərhələsidir. Təbii, hamısı bir-birinə, bilirsiniz, spektr deyilən bir şey var da, ağ rəngdən qarıya gedən yol var. Həmin spektrin içində qınamaq, tənqid, təhqir, söyüş, alçaltmaq, vurmaq, sonuçda öldürmək də var. Necə ki, doğuluşdan ölüm arasında hər şey var. Əslində, hamısı da bir-birinə harmonik şəkildə o qədər belə bağlıdır ki, bəzən onların fərqi nəfəsimizlə ayarlanır. Biz sizinlə söhbət zamanı tənqidlə bağlı başladıq danışmağa. Artıq mən sizin 45 yaş dövründən sonra istər tənqidə və digər məsələlərə baxışınız haqqında fikir bildirəndə tənqid haqqında da fikrinizi öyrəndim. Amma
mən sənətçi haqqında Kamran Yunusun fikirlərini öyrənmək istəyəcəm. Hindi dili üdüncə ilişib qalıb hindi mənim dilimdə. Olsun da nə var ki burada hindidir də. Əhcədir. Hindi dörk olsun. Hindi ilə hindinin arasında elə bir fərq yoxdur. Fərq var da birini yemək olur. Ali bir şeylərdən danışanda mənim müəllimim deyirdi ki, bəyə dör, bəlkədir. Deyirdim ki, bəlkə bəyə, nə fərqi var? Mən növbəti sualıma keçirəm icazənizlə. Amma buna bir sənətçi olaraq, sənətçi tənqidçi olaraq cavab verməyinizi istəyirəm. Azad cəmiyyət üçün sağlam tənqid mədəniyyəti nə qədər önəmlidir? Azad cəmiyyət üçün sağlam tənqid mədəniyyəti. Azad cəmiyyət hardadır bizdə? Harda varsa orada. Əgər bir cəmiyyət azaddırsa, orada sağlam tənqid də olsa, orada sağlam söz də olsa, hər necəliyindən asılı olmayaraq, o deyiləcək, o eşidiləcək, o öz müsbət təsirini də göstərəcək. Bəzən xarici telekanallarda görürük ki, böyük milli məclislərdə, böyük dövlət tədbirlərində qırğına çıxırlar, davaya çıxırlar, bu ona yumruq atır, o ona şillə atır falan. Biz bunu qınayırıq. Mən də qınayıram. Amma bir məmləkətin, bir dövlətin, bir hökumətin, bir cəmiyyətin, bir toplumun gözəl, sağlam həyatı üçün bundan keçmək lazımdırsa, niyə də olmasın? Bax, əgər çox dəyərli bir şeylərdən danışırıqsa, indi dedim, hindi dedim, fərqi nədir? Axı biz dəyərli bir şeylərdən danışırıq. Sevgi olan yerdə fərqi nədir ki, sən stəkanı sağ əlinlə götürdün, sol əlinlə götürdün. Allaha ibadət yolunda fərqi nədir ki, sən əlini belə tutdun, belə tutdun, belə tutdun, belə tutdun. Sən Allah'a bir əhvalat eşitmişdim, nə qədər yanlışam, qulağımın yalancısı olum. Gəlirlər, deyirlər ki, ya Peyğəmbər, sufilər deyir, dini ələ salır, deyir, neynir, nə olur ki, deyir ki, Quran ayələrini oxuyurlar, əllərində belə tuturlar, fırlanırlar. Gəlir, baxır, yəni rəvayətdir təbii ki, gəlir, baxır, deyir, onlar da Allahlarına belə qovuşurlar. Qoyur, qovuşsunlar, fərqi nədir axı? Əgər sən Allaha gedən yolda sənin necə getməyin, sağ ayaqla başladın, solla başladın, nə ilə başladın, nə mahiyyət kəsb edir? Önəmli olan o gedəcəyin nöqtədir, o çatacağın nöqtədir, sənin niyyətindir, istəyindir. O yol necəliyi, o artıq əgər bir insan, peşəkar aktyor kimi mənə desəz ki, tamaşanı, orada tamaşada başqa söhbət. Bizdə tənqidə münasibət necədir bəs Kamran müəllim? Qəbul olunur, yoxsa qarşısı alınır? Azərbaycanda heç kim tənqid eləmir. Eləmir? Yox. Yəni tənqidi də bilirsiniz necə ellər, söz atırlar. Aha. Tənqid eləmək özü də bir şücaət tələb edir. Tənqid eləmək özü bir sözün böyük mənasında bir qəhrəmanlıqdır. Hər adam bunu bacarmır. Qəhrəmanlıqdır. Kimsə gəlsin desin ki, Kamran Yunus, sən bunu düz eləmirsən, bu belədir, bu belədir, bu belədir, belədir. Desə, mən onun belə məsələn cürətinə görə alqışlayaram. Deyərəm ki, halal olsun, üzümə dedi. Mənə xoş gəlməyəcək, bəlkə də mənə cırnadacaq, amma mən onun cürətinə görə alqışlayaram. Amma durub ki, bəzi adamlar o günləri deyirlər ki, iyrənc. Və 50 nəfər, 60 nəfər oturur, hamı bir-birinə baxır ki, bəzi adamlar, yəni o kimdir, mənəm, o kimdir. Əsas odur ki, mən deyiləm. Yəni o deyir, o qurdun öldürdür. Özü üçün fikirləşir ki, əsas mən deyiləm. O qurdun öldürür, bəli. Amma əslinə qalanda tənqid eləmək, məsələn,
zamanında mən tənqid eləyirdim. Amma indi deyirəm nə mənası var? Konstruktiv tənqiddən Yox, danışmaq istəyirəm. əgər mənim birbaşa sənətimlə bağlıdırsa, Bəli. Xələl gətirirsə sizin sənətinizin xələl gətirəm siz nə qədərdir? var. Yəni nə məna, deməyimin nə mənası var? Yəni bu dəqiqə Azərbaycan sosial şəbəkəsində itindən küsən, atından küsən, ərindən küsən, arvadından küsən, belə boğaz, belə qıtlaq səsi olan hamısı şeir deyir. Kiminki biraz elə sinə səsi var, hamısı şeir deyir. Elə bilirlər o qəşəngdir. O sinə səsi də çənəni qısır, çənəni bağlayır. Yenə bu şördür. İşləmir, çənə işləmir, ağız işləmir, dil işləmir, nəfəs işləmir. Səsin neçə cür səsin var, o səsin harda, necə, nətər olduğunu bilmir. Heç nəyi bilmir. Və bilmir ki, klona oxşuyur. Mən də durub belə baxıram. Amma onu sevənlər var. Onu sevənlər var. Amma çox deyil. Əgər bu şeiri deyən qadındırsa, hamı deyir, nə qəşəng dedin, hə? Şeiri qəşəng demir, qıza qəşəng deyir. Şairlər üçün fərqi yoxdur. Yetər ki, mənim şeirimi oxusunlar. Mənim, gör, necə gözəl oxuyub. Baxın, gözəl deyil. Yəni, o şeiri məndə oxsam ona qəşəng deyəcəklər. Bir Ədnan kimsə bir belə çıxanda, o da oxsa icad edəcəklər. Artıq o həddə gəlib çatır ki, dilində qüsur olanda şeir oxuyur. Bədii, qiraət sənəti böyük sənətdir, ali sənətdir. O sənət ki, bundan Turabov, Poladov, Şahmar Ələkbərov, Həsən Əbluc, kim, bu qədər möhtəşəm insanlar məşğul olublar. Səməndər Rzayev. Kamran müəllim, konstruktiv tənqid nədir və onun necə digərlərindən ayırmaq olar? Əgər tənqid doğru tənqidsə, biz bilirsiniz, bütün bu söhbətlərimizdə hər dəfə ona toxunduq elədik. Əgər, yenə də deyirəm, sidq ürəkdən, təmiz qəlbdən, yəni bir böyük kimi, bir dəyərli insan kimi bir şeyi deyirsənsə, bu elə konstruktiv tənqiddir. Məsələn, mən xoşlamıram. Deyim ki, məsələn, axır vaxtlar daha çox kimsə gəlib mənə deyir, Kamran müəllim, mən filan, bunu mən necə, nətər eləyim falan, mən onu sözlərimi deyərəm. Amma bir məqamda ki, görürsən ki, əgər sən eşidilməyəcəksənsə, sən eşidən yoxdursa, sənin sözün heç kimə maraqlı deyilsə, mənası yoxdur. Məsələn, gedirdik çəkilişə, məsələn, əzizlərimdir də, gördüm ki, düzgün oynamır. Nəysə düzgün eləmir, tutaq ki. Gəlib deyirdim ki, sən bunu belə eləmə, bunu belə elə, bu belə elə, bu belə. Bu daha yaxşı, maraqlı. Sən elədiyin də yaxşıdır. Amma getdiyin nöqtəyə görə buradan getsən daha maraqlıdır. O da şükür eşidirdi, anlayırdı, qarşına insanın düşüncəsini, elmini, filanını bildiyinə görə o eləyirdi və gözəl də alınırdı. Bir də var ki, niyə mən səni tənqid edeyim, sən bundan bir nəticə çıxarmayacaqsınız. Elə bir zamaniyə gəlib çıxmışıq ki, heç kim heç nə öyrənmək istəmir. Sənin dediyin tənqid qarşındakı insanın 5 gündən sonra sənlə ya saman altdan, ya saman üstdən düşmənçiliyinə gətirib çıxarsın. Niyə deməliyəm onu? Demirəm. Ehtiyac duymuram buna. Amma kimsə gəlib mənə deyir, Kamran müəllim, bunu mənə de, mən bunu bilim. Məni kimsə düzgün tənqid edəndə, mənə birinci siqnal ruhumdan gəlir. Ruhum mənə deyir ki, o adam səni sevərəkdən edir və o insanı mən gözünə baxıram, mən gözündən görürəm ki, onun sevgisindən, o bunu mənə sevgisindən deyir. Sevginin qarşısındasa, nəyin də qarşısında olmasa, sevginin qarşısında mən belə təsliməm. Görürəm o insan mənə bunu sevərəkdən edir. Biz Adil Azayla oturub söhbət edirik zaman. Mən görürəm ki, o deyir, bunu beləmə bir gözüm üstə ona söhbət. Çünki bilirəm ki, sevgisindən edir, istəyindən edir. Mənim daha böyük, daha uzaq üfüqlərə getməyimi istəyir. Niyə də yox?
Mənim İcazənizlə böyük tənqidçim, Kamran müəllim. mənim böyük tənqidçim anam olub. Və ömür bu o qədər mənə tənqid edirdi. Mən bilirdim sevgisindən və mənim bu gün durduğum nöqtədə böyük zəhməti olanlardan biri də onun tənqidləri idi. Qısa bir fasiləmiz var. İcazənizlə fasiləyə ayrılaq. Yenidən davam edəcəyik bu maraqlı mövzumuzu. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Verilişimizin bu dəfəki buraxılışı tənqid mövzusuna həsr olunub. Qısa bir fasilədən sonra yenidən qayıdırıq studiyamıza. Fasiləmiz artıq yekunlaşdı. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izləyirsiniz. Verilişimizin bu dəfəki buraxılışı tənqidə həsr olunub. Bu mövzuda studiyamızın qonağı sənətçi Kamran Yunisdir. İkinci hissədə xoş gördük sizi Kamran müəllim. Bir daha xoş günümüz olsun. Birinci hissəmiz biraz mübahisəli, gərgin keçdi. İkinci hissədə özünüzü necə hiss edirsiniz? Şükür. Tənqid barəsində danışırıq. İncəsənətdə və ədəbiyyatda tənqid hansı rolu oynayır? Bunu soruşmasam olmazdı sizdən. İncəsənət adından bəlli olduğu kimi incəsənətdir. Amma incə olduğu qədər də çox önəmli, mühüm bir sahədir. Hərdən birdən incəsənətdə, mədəniyyətdə, ədəbiyyatda deyirəm ki, tənqid olunmalıdır hər şey. Amma sonra da fikirləşirəm ki, bütün tənqidlərə rəğmən, axır vaxtlar niyə tənqiddən ümumiyyətlə belə deyim ki, vaz keçirəm? Bilirsiniz, Əla Həzrət gerçəkliyi var və Əla Həzrət tarix deyilən bir şey var. Tarix hər şeyi öz aş düzənindən o qədər incəliklə belə əliyir ki, yəni əgər Nizami Gəncəvi gəlib bu günümüzə kimi çıxıbsa, bizim onu analiz eləməyə ixtiyarımız çatmır. Böyük mənada ixtiyarımız çatmır. Çünki artıq İstəsək də, istəməsək də Nizami Gəncəvi poeziyası, Nizami Gəncəvi dühası 900 ilə yaxındır, yol gəlir. Nəsimisi, Füzulisi, filanı, beşməkanı. Mənə hərdən deyirlər, bu qədər qiraətçi var, bu qədər yazar var, bu qədərdən var. Deyirəm, olsun da, olsun. Amma sonuçda tarixin süzgəcindən keçənlər bilinəcək. Önəmli olanlar üzdə qalacaq. Önəmsizləri zaman-zaman, belə deyək, 1900 filanıncı ildə bir müğənni vardı, bir yazar vardı, bir şair vardı, filan adında. Eşitməmişəm. Bəli. Yox, qəşəng şeirlər yazırdı o dövrünə görə, dövründə qaldı. Bəli. Dövründə də itdi, batdı, getdi, vəssalam. Bu dəqiqə istəyir ədəbiyyatda, istəyir mədəniyyətdə bir şou hökmranlıq sürür. Mən şou adamı deyiləm. Mən özümü şou adamı saymıram. Mən belə deyim də təhsilimlə, tərbiyəmlə, dünyanı qavramaq tərəfimdən öz yolumu asta-asta getməyi xoşlayanam. Mən xoşlamıram kimsə deyim ki, məsələn, mən neçə ildir tutaq ki, səhifələr açmışam filan, heç vaxt heç birisinə yazmıram, heç kimə demirəm ki, mənə abunə ol, mənə qulaq as. Asırsan as, asmırsan asma. Necə ki, fasilədə bir söz dedim, atalar misal deyir, su axar, çuxurun tapar. Kamran Yunis sənəti axacaq, öz sevdiklərini tapacaq. Ramiz Rövşən poeziyası axacaq, öz sevdiklərinə çatacaq. Və s. və ilaxırə və ilaxırə. Durub demək ki, ay filan kəsə qulaq as, yox, ehtiyac yoxdur. Günəş varsa, o gecə tezi üzü açılacaq və o günəş günəşliyində olacaq. Tənqid eləmirəm düz neçə vaxtdır. Çünki xeyrini düşünürəm ki, əməl olunmayacaqsa xeyri nədir? Qəbul olunmayacaqsa xeyri nədir? Bəs bizdə tənqidin qəbul olunmamasının səbəbi nədir sizcə? Beynimə bir kəlmə gəldi, bunu da deyim, sonra sualınızı bir də təkrar edərsiniz. Mən tənqid eləmirəm, mən doğru olan yolla gedirəm. Xədirzanın belə bir gözəl sözü var, deyirdi, məndən başlanır vətən. Mən vətənimi elə sevirəm,
Mən vətənimə elə dəyər verirəm. Mən elə yaşayıb elə var oluram ki, məni sevən, mənə dəyər verən, baxır mənə, mənim vətən sevməyimi özündə tapırsa, o da o cürə sevir. Mən tərbiyəli oluram, mən tərbiyə vermirəm. Mən həmişə deyirəm ki, övladı tərbiyə eləmək lazım deyil. Tərbiyəli olmaq lazımdır. Bir ata tərbiyəli olmalıdır. O tərbiyəli atanın tərbiyəsi anaya keçməlidir. Ananın bətnində o tərbiyə 9 ay var olmalıdır. 9 aydan sonra o tərbiyəli bir övlad dünyaya gəlməlidir. Övlad gəldiyi andan sonra tərbiyəli ona tərbiyə verməyin mənası yoxdur. Çünki ata varlığında da, ana bətnində də o övlad hər şeyi duyur. Əgər kişi evə içib gəlirsə, söyürsə, adamlıqdan kənar nəsə eləyirsə, ana da belə yaşayırsa, filansa, beşməkansa, tərbiyənin nə mənası var? Peyğəmbərimizin yanına uşaq gətirdilər. Dedilər, ya Peyğəmbər, bu uşaqla xorma yemə. Dedi, get sabah gəl. Ya Peyğəmbər, dünən niyə demədin? Dünən deyir, özüm yemişdim xorma. Tərbiyə vermə, tərbiyəli ol. Sevirəm demə, sev. Əgər sən sevə bilmirsənsə, qarşı tərəfindən sevgi gözləməyə haqqın yoxdur. Bizdə sevgi deyəndə niyəsə görə sevgini daraldıb. Mən səni sevirəm. Bəs sən mənə niyə gül almadın dünən Valentin günündə? Yox, o sevgi deyil. O yalandır. Sevgi başqadır. Sevgi işdən çıxanda o parıldayan gözlərlə evə qaçmaqdır. Dünyanın bütün naz neymətini kənara itələyib, sənin ətrin mənim üçün önəmlidir, sevgi oldu. 5 gün, 10 gün olmur və ən önəmli, bütün bunların müqabilində gəlib bir şeyə çıxırıq. Bəs əcəba nə olur? Niyə belə olur ki, insanlar tənqidi qəbul edə bilmirlər? Çünki tənqidi qəbul eləmək böyüklüydür. Ruhun böyüklüydür, için böyüklüydür, kamillikdir. İnsan daxilən, ruhən böyük olanda o tənqidi rahatlıqla qəbul edir və onu özünün süzgəcindən keçirir və ona riayət edib daha bir növbəti mərhələyə addım atır, böyüyür. Önəmli olmaq insan olanın, insan var olmasının ən önəmli keyfiyyətlərindən biri böyük olmaqdır. Allah bizi yer üzünə addımlamağa, filan işlər görməyə göndərməyib. Böyümək üçün, kamil olmaq üçün, yeri gələndə kimdənsə nəyi seçdi, bunu həyatımızda gerçəkləşdirmək üçün bizi bu dünyaya gətiriblər. Bu dünyaya dəyər vermək üçün. Və bu yolda təbii ki, bizə o tənqidləri deyən olacaq, o iradları deyən olacaq. Böyük olaq, böyüyək ki, o tənqidləri eşidək. Mən bunu heç kimə demirəm. Mən bunu özümə, bu dəqiqə deyirəm, özümə deyirəm ki, dünən bir işdən ötürü hirslənib nəsə bir addım atmaq istəyirdim, nəsə pislik eləmək istəyirdim ki, özümə deyirəm, dayan. Adil Azay demişkən, ona kimi say, sakit ol və növbəti addım at ki, qarşıdan kimsə səni attığın addıma görə tənqid eləməsin. Tənqidin ağır təsirini udmaq istəmirsənsə, onunla üzə gəlmək istəmirsənsə, lütfən böyük ol, elə addım at ki, sənə o tənqid deyilməsin. Məclisə girəndə mən, bax, bugünün özündə,
Bir məclisə çağırılıramsa, gedirəmsə, məclisə girəndə ən aşağı nöqtədə gedib otururam. Ki, kimsə mənə deməsin ki, Zəmin buradan dur ki, buradan Məmməd Əli dayı oturacaq. Ağsaqqalımızdır, böyük adamdır. Filan yerdə filan hakim olur, filan o beş olur. Mən aşağıda oturum. Ki, məni aparı yuxarı qoysunlar. Qoymayacaqlarsa, aşağıda qalacamsa, mənim üçün mahiyyət kəsb eləmir. Mən özüm öz dəyərim biləcəm. Günəşi harada qoysa, günəş günəşliyində qalacaq. Ruhi zənginlik mükəmməl, böyük olanda insan o tənqidi həzm edir və böyüklüyə doğru yol getməyinə çox kömək edir tənqid. Peşəkar tənqidçi Yetər ki, bu tənqidi biz sevərəkdən eləyək. Sevərəkdən eləyək. Təbii. Peşəkar tənqidçi ilə sadə izləyicinin tənqidinin arasındakı hansı fərqləri var? Ümumiyyətlə belə bir fərqlər var. Peşəkarlıq keyfiyyətləri, peşəkarlıq fərqləri var. Peşəkarlıq. Adam var deyir ki, sən mən bunu elədim, mənə elə gəlir ki, sən nəsə çatışmır. Hələ bir baxmışam, bilmirəm ha nədir, onu da adama ləzzət eləmir. Necə bilmirəm nə çatışmır? Bilmirəm nə çatışmır. Amma nəzər alsa ki, bu qeyri-peşəkardır, sıradan bir insandır. Ən azından həmin sahədə belə ixtisaslaşmayıb. Yəni, ən azından. Yəni, bunun elmini bilmir. Peşəkar tənqidçinin də düz niyyətliliyinə güvənəndə, inananda, səmimiyyətinə inananda peşəkar elə bir münasibət, elə bir yol göstərir ki, onun varacağı nöqtəni də göstərir. O nöqtəyə gedən yolu da göstərir və sən bilirsən necə eləməlisən. Bilirsən, yol göstərir. Tənqid nədir? Tənqid gedəcəyimiz yoldan sapınmağa imkan verməyəcək hansısa dayaq nöqtələridir. Əgər bunu doğru düzgün deyəndə adama ləzzət edir. Yox, doğru düzgün deməyəndə, onda mən də istəyirəm, deyirəm ki, sən kimsən mənə məsləhət verirsən? Mən 91-ci ildən üzü bu yana öz sənətimi oxuya-oxuya, oxu, elmini bil. Rolu götürdün, əzbərlədin, lə dedin, yox, bu sənətdir. Mən öz sənətimə gətirirəm. Bu işin elmini bil. Sözün əsl mənasında böyük aktyorla bülbülün fərqi nədədir? O da cəhcəh vurur, Allah verib də. Bilmir ha neyinir. Bu cəhcəh vurur. Sadəcə cəhcəh vurur. Amma peşəkar müğənni, peşəkar aktyor bilir neynir. O bu yaxınlarda mən rastıma çıxdı, oturdum, baxdım. Azər Zeynalovun konsertinə baxdım. Zövq aldım. İnsan səsini bilir, nəfəsini bilir, zövqünü bilir, düşüncəsini bilir, səhnəni bilir. Bilir bu adam, bu adam müğənni deyil. Müğənni deyil, çıxdın, yox, bu adam peşəkar. Sənətinin sənətkarıdır. Elmi var. Elmsiz mümkün deyil. Hamı tənqid eləməyi bacarmalıdır, yoxsa müxtəlif, yalnız bu sahədə tənqidçi olanlar tənqid edə bilməlidir? Yoxsa elə hamı tənqid etməyi öyrənməlidirmi? Tənqid etmək öyrənilmir ki, o bizə canımızla, qanımızla gəlir. O, insanın xislətində o var. Heç kimi tənqid... Ən azından yolunu öyrənməlidir ki, hansı sahəni necə tənqid edə bilər? Heç kimə heç nəyi deyib öyrədə bilməzsən. Əgər tənqid olunacaq bir adam varsa, mənə görə yer üzündə tənqid olunacaq bir insan var. O da mənim özüməm. Çox tənqid olunan insanlar, Kamran müəllim, özlərini itirirlər sizcə, yoxsa ki, daha da güclənirlər? Baxır onun xarakterinə. Güclü adam güclənir, zəif adam qırılır. Mən qorxuram, qırmaqdan qorxuram.
qırmaqdan qorxuram. Bu yaxınlarda evdə bir dibçəyim düşdü belə, polkadan, rəfdən düşdü dibçəyim. Dedim bizə qırılmasın. Bəlkə o 1 ildən, 2 ildən, 3 ildən sonra gözəl gülləri, gözəl çiçəklər olacaq, nəsə olacaq. Mən onun qırılmağından qorxuram. Tənqidi deyəndə bəs niyə bayaqdan bəri deyirəm? Sevgi ilə, sevgi ilə, sevgi ilə. Çünki sevgi ilə olunan tənqid o pöhrə sənətçini, sənət yoluna addım qoyan insanı o sənət yolunun gözəlliklərini aparacaq, şövq verəcək, sövq eləyəcək yolu getməyə. Bir də var, sən onu elə qıra bilərsən ki, sən onu qıra bilərsən. Yeni də adını çəkməyəcəm, mən cavan uşaq idim, çox cavan idim, mən institutda hazırlaşırdım. Azərbaycanın çox böyük bir aktyoru vardı. Məni elə sındırdı ki, yəni həmən günü mən gərək heç insan üstə sənəd verməyəydim, gəlməyəydim, filan, beşməyən və çıxıb gedəydim. Yəni, sındırdı məni. Amma mən bütün bunlara baxmayaraq, mən dözümlü idim, mən dözümlü deyildim, mən daha sərt idim, mən instituta girdim və özümə heç kimə bunu demirdim. Özümə deyirdim ki, mən sübut eləməliyəm o insana ki, mən elə belə adam deyiləm. Və 91-ci ildən gəldi, 2001-ci ildə mən teatrda tamaşa, son proqon tamaşalar, məşqlər gedirdi. Yəni 5 günə, 3 günə tamaşa təhvil verməlidir. Məşqə başladıq, 2 saatlıq tamaşa idi. Məşqə 10 dəqiqədən sonra həmin məşhur aktyor girdi zala, mən o zalda onu gördüm. Girdi belə, baxdı belə, çıxmaq istəyəndə məni gördü və dayandı. 10 dəqiqədən sonra oturdu. Və 2 saat o tamaşaya baxdı və çıxdı. Tamaşa biz məşqi bitirdik, o adam çıxdı, getdi. Sonra tamam başqa bir adam gəldi ki, filan kəs gəlmişdi, filan yerdə oturmuş. Qayıt deyir ki, o filan aktyor var, danışanda deyir, ağzı çullu dovşan sığışmır. İndi zalda onun oyununa baxırdım. Allah nələr eləyirdi orada. O necə oynayırdı? Dünya mənim oldu. Mən ürəyimdə dedim ki, yes, mən qazandım. Mən onun üçün yaşamırdım. Ona bunu sübut eləmək üçün yaşamırdım. Sadəcə yolum buradan keçirdi. O məni tənqid eləsə... Hər ehtimala qarşı sübut da eləmək istədi. Yəni. Medianın və sənət adamlarının tənqidlər nə qədərdir? Mənə görə heç nə qədər. Heç nə qədər. Çünki yenə də deyirəm, tənqid eşidilmir. Tənqid eşidilməlidir. Tənqiddən nəticə çıxarılmalıdır. Tənqiddən nəticə çıxarılması üçün siz mənə tənqidi bir şey desəz, mən gərək gedim oturum, bax belə, evimdə belə, sakitcənə, mən deyim, Kamran, qardaş düz deyir. Bu belə olmalıdır, bu belə olmalıdır. Və mən içimdə hansısa nələrisə qırım, qırılan qol əyri bitəndəyə kimi qırırlar, təzdən birləşdirirlər, təzdən birləşdirin. Mən də gərək nəyisə dərk edəndə, içimdə nələrisə qırım, onların yenidən birləşməsi üçün daha başqa yol axtarım. Bunu kimsə eləyəcəkmi? Siz əslində tənqid eləyərək tənqidi qəbul etməyin yollarını göstərirsiniz. Siz əslində özünüz istəmədən bunu eləyirsiniz. Tənqid eləyirsiniz. Tənqidi qəbul etməyənləri. Növbəti sualıma keçid ala bilərəm? Təbii. Gənc nəsil tənqidi düşünməyi necə öyrənə bilər Kamran müəllim? Sizdən necə düşünə bilər tənqid haqqında? Özlərinə gedən yolu tapsınlar. Hamıdan öncə özlərini tənqid eləsinlər. Özlərini sevməsinlər. Amma öz dəyərlərini də bilsinlər. İnsan egoist olmalıdır. İnsan narsist olmalıdır. İnsan təkəbbürlü olmalıdır. Burada mənəm Bağdadda Kor xəlifə olmalıdır. Məni məndən çox tənqid edən də ola bilməz, məni məndən çox sevən də ola bilməz. Amma mənə olan sevgimi kimsə görməməlidir.
ki bu egoist ola bilər. Egoist olma, özünü sevmə. Qarşında seviləcək gör, nə qədər insanlar var. Nə qədər. O tənqid elədiyimiz insanlar, tənqid elədiyimiz... İndi mən bir sənətçi kimi rakursu dəyişib, tamam başqa tərəfdən baxım deyim. Tənqid o vaxt var ki, o vaxt iş var ortada. İş olmayan yerdə tənqid ola bilməz. Bu insan iş görüb. Bugün Azərbaycan mədəniyyətində dəyərli uşaqlar var. Azərbaycan filmində dəyərli uşaqlar var. Bugün Azərbaycan poeziyasında maraqlı yetişən nəsil var. Qəbul eləsəm də, eləməsəm də maraqlı qeyri-peşəkar, amma maraqlı şeir deyən uşaqlar var. Niyə də olmasın? Qoy olsun. Ustadıma gəldilər, dedilər ki, 90-lar, 2000-lərdə dedilər ki, bütün televiziyalar Yeni Ulduz, Azərstar, Mazərstar, hamı müğənni deyir. Qoy müğənni yetişdirsinlər. Yetər ki, əxlaqsız yetişdirməsinlər, əyyaş yetişdirməsinlər, nəşəxor yetişdirməsinlər, filan yetişdirməsinlər. Qoy sənət yetişsin. Mən qəbul eləyəcəm, eləməyəcəm. Bu nefrə çıxanları mən qəbul eləyəcəm, eləməyəcəm. Bu sonraki söhbətdir. Amma bu gələn nəsil ki var, şans ki, bax, bugün heç kim qəbul edir. Televiziyalar hamısı əxlaqsızlar. O əxlaqsızların içərisində çox maraqlı, dəyərli uşaqlar yetişir. O, görmüsünüz, bəzi sosial şəbəkələrdə biri gəlir, görür ki, torpağın üstü sarı rəngdədir. Tez o qabların adlarını bilmirəm, qoyur, o sarı rəngdə torpağı yığır, onun üstə suyun içində fırladır. Bütün toz torpaq, palçıq falan, hamısı gedir. Axırda bu qədər, nə? 2 qram oradan qızıl çıxır. Biz o qızıl üçün o torpağı, o liliyi, o çamuru o qabın içine atırıq. Ələnir, axırda o qızıl qalır. Poladovlar, Turabovlar, Şəfiqə Məmmədovalar, kimlər, hamısı minlərlə aktyorların içərisindən çıxıb 1, 2, 3, 4. Ona görə tənqid eləyək, amma qəlb qırmayaq. Tənqid gözəl şeydir deyə bilmərəm, amma deyirəm də. Amma qəlb qırmaq gözəl şeydir. Mən qəlb qırmaqdan qorxuram. Ona görə heç kimi tənqid eləmirəm. Təşəkkür edirəm sizə. Çünki onlar Allahın bəndələri. Bu qədər sevgi dolu olduğunuz üçün və bu qədər qəlbi gözəl qaldığınız üçün sizə təşəkkür edirəm. Çünki bu qəlbi bu qədər təmiz və saf saxlamaq böyük əziyyətlər tələb edir. Təşəkkür edirəm bir daha gəldiyiniz üçün. Çox minnətdaram sizə. Dəyər verib çağırdığınıza görə minnətdaram. Gözəl səmimi qarşılanmağa görə minnətdaram. Maraqlı, gözəl yolun ya başlanğıcındasınız, ya 2, 3, 4, 5, 10 addımlığındasınız. Gün oyun olsun ki, uğurlarınız daha gözəl, daha dəyərli, daha böyük televiziyalardan gəlsin. İnanıram ki, bunu haqq eləyirsiniz. Minnətdaram. Qeyd edeyim ki, 14 TV-nin efirində Söz Səndə verilişini izlədiniz. Verilişimizin bu dəfəki buraxılışı tənqidə həsr olunmuşdu. Bu verilişin qonağı sənətçi Kamran Yunis idi. Sağ olun, gəlin görüşlərə dək.